Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Elektron reseptlər bir müddətdir ki, istifadəyə verilir. Bəs cəmiyyətdə onun hər hansı bir faydalarını və digər kağız reseptlərdən üstünlüklərini görürükmü? Bu barədə səhiyyə mütəxəssisi danışıb, onu izləyək. Elektron reseptin üstünlüyü nələrdir? Səhiyyə rəsmisi açıqlayır. Elektron resept sistemi səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, idarəetmənin təkmilləşdirilməsi və pasiyent təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayan innovativ bir yanaşmadır. Bu fikirləri 93 FM dalğasında yayımlanan Sağlam Radioda Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmov açıqlayıb. Onun sözlərinə görə elektron reseptin real vaxt rejimində sistemə daxil edilməsi, onların dərhal apteklər tərəfindən əldə olunmasına imkan yaradır. Sevinç Məhərrəmova qeyd edib ki, bu reseptlərin hazırlanması və istifadəsi prosesini sürətləndirir, həm də həkim və pasiyent üçün əlavə rahatlıq təmin edir. Ənənəvi reseptlərdə rast gəlinən oxunmazlıq və anlaşılmazlıq elektron reseptlərdə aradan qaldırılır. Sistem vasitəsilə dərman vasitələrinin molekulyar tərkibi göründüyü üçün qarşılıqlı təsirləri, doza uyğunsuzluğu və allergik risklər əvvəlcədən təhlil edilə bilər ki, bu da pasiyent təhlükəsizliyini artırır və müalicə keyfiyyətini yüksəldir. Elektron resept sistemi pasiyentin dərman istifadəsi tarixçəsinin mərkəzləşdirilmiş şəkildə saxlanılmasına imkan yaradır. Həkimlər bu məlumatlara əsaslanaraq daha düzgün müalicə planı hazırlaya bilir. Eyni zamanda təkrar reseptlərin verilməsi də sadələşir deyə Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi qeyd edib. Sevinç Məhərrəmova bildirib ki, elektron reseptlərin sistem üzərindən izlənilməsi saxtakarlıq hallarının qarşısını da alır. Artıq əsrlərdir ki, insanlığın yaxasından yapışıb heç cür əl çəkməyən vərəmin mübarizə üsulları kifayət qədərdir. Lakin alimlər onunla savaşmaq üçün heç də dayanmır və artıq yeni bir üsul kəşf olunub. Baxaq görək nədir və nəyə görə az təminatlı ölkələrdə də bu virusla mübarizə nisbətən asanlaşacaq. Vərəmlə mübarizədə irəliləyiş. Amerikanın Massachusetts Texnologiya İnstitutunun alimləri Mycobacterium tuberculosis törədici bakteriyasının əsas komponentlərinin etiketlənməsi üçün yeni metod işlədib hazırlamaqla vərəm xəstəliyi ilə mübarizədə irəliləyiş əldə edib. Araşdırma Proceeding of the National Academy of Science elmi jurnalında dərc olunub. Komanda patogenin hüceyrə divarının mühüm komponenti olan menilem qlükanının etiketlənməsi üçün yeni üsul hazırlayıb. Alimlər oksaziricinin üzvü molekulundan istifadə edərək ilk dəfə bu qlükanı seçici şəkildə vizuallaşdıra və immun hüceyrələri yoluxdurarkən onun davranışını izləyə biliblər. Metod infeksiyadan sonra bir neçə gün ərzində bakteriyaları müşahidə etməyə imkan verib. Əvvəlki fərziyyələrin əksinə olaraq qlükanlar bakteriyanın hüceyrə divarlarında qalır. Texnologiya infeksiya mexanizmlərini öyrənmək üçün yeni imkanlar açır. Vərəmin diaqnozu üçün mövcud üsullar, rentgen şüaları və molekulyar testlər bir çox inkişaf etməkdə olan ölkələrdə mövcud deyil. Yeni yanaşma sürətli CD testlərinin xəstəliyin aşkarlanması üçün daha həssas üsulların əsasını təşkil edə və uzun müddətli bakteriya becərməsinə alternativ ola bilər. Hazırda ekranda xəstəliyi ertələməyin nəticələrini görürsünüz. Başınızda bir şiş varsa, mütləq həkimə gedin. Onun 11 sm uzanıb buynunuza dönməyini gözləməyin. Kişinin iblis buynuzu çıxarılıb. Rusiyada həkimlər Naberejnye-Chelny şəhərinin sakini nəhəng iblis buynuzunu əməliyyat vasitəsilə götürüblər. Başındakı yeni törəmə 2022-ci ildə əmələ gəlib. Buynuzun ölçüsü xeyli böyüyəndən sonra və ağrılara səbəb olduğuna görə o, həkimlərə müraciət etməli olub. Kişini əməliyyat edən həkim Ruziya Xurmatelinin sözlərinə görə xalq arasında iblis buynuzları adlandırılan keratomlar adətən kiçik ölçüdə olur və xüsusi təhlükə yaratmırlar. Lakin indiki halda yeni törəmə 11 sm-dək böyüyüb və zədə halında bədxassəli şişə çevrilə bilər. Keratom götürüldükdən sonra yenidən çıxmaması üçün həmin yer dağlanıb deyə həkimlər bildirib.
Alışdığımız əşyadan, hətta telefondan belə uzaqlaşa bilmirik. Xarab olsa da, ekranı qırılsa da yenisini almağa heç cür əlimiz gəlmir. Təsəvvür eləyin ki, həyatımızda olan bir insanı nə qədər çətindir. Alimlər isə bir insanı həqiqətən unutmaq və əvvəlki qədər onu xatırlayanda ürək döyüntülərimizin tezləşməsini istəmiriksə, nə qədər gözləməliyik sualına cavab verir. Deyim ki, 5 ildən çoxdur. Təxmin edin nə qədərdir? Keçmiş sevgilini unutmaq 8 il vaxt aparır. Bu barədə Social, Psychological and Personality Science nəşrində dərc edilmiş araşdırmada qeyd olunur. İnsanın keçmiş sevgilisinə bağlılığının keçməsi üçün nə qədər vaxt tələb olunduğunu öyrənmək məqsədi ilə aparılan araşdırmaya 300-dən çox insan cəlb edilib. Tədqiqatın nəticələrinə görə iştirakçıların keçmiş sevgililərinə bağlılığı orta hesabla 4,18 ildən sonra 2 dəfə azalır. Başqa sözlə, keçmiş sevgilini tamamilə unutmaq təxminən 8 il çəkə bilər. Əksər hallarda bu 8 illik müddət əsasən 2 amillə bağlı olur: bağlılıq tərzi və keçmiş sevgili ilə davamlı ünsiyyət. Giləmeyvələr gözə xeyirdir, bunu hamımız bilirik. Lakin bəzi formada onların konservləşdirilməsi və yaxud da saxlanılması əksinə gözə ziyan verir. Məsələn, nənələrimiz tutu və yaxud da qara giləni, moruğu üstünə şəkər töküb uzun müddət soyuducuda saxlayır və bunu qışda yeyirik. Sən demə, bu kifayət qədər gözə ziyanlıymış. Necə, niyə, alimlər desin. Görmə qabiliyyətinə əslində zərər verə bilən giləmeyvələrin adı açıqlanıb. Mütəxəssislər supermarketlərdən alınan dondurulmuş giləmeyvələri istehlak etməyi məsləhət görmüş. Bu giləmeyvələrdə olan pestisidlər çox vaxt gözün torlu qişasında yığılıb qalır. Aşağı keyfiyyətli dondurulmuş qara gilə xüsusilə təhlükəlidir. Çünki düzgün dondurulmadıqda faydalı antosiyanların 70%-dək hissəsini itirirlər deyə ekspertlər bildirir. Həmçinin giləmeyvəli az yağlı süd məhsulları da tövsiyə edilmir. Yağ olmadıqda A vitamini giləmeyvələrdən udulmur və bu gecə korluğuna səbəb ola bilər deyə qeyd edilir. Yüksək şəkər tərkibli giləmeyvələr qlükozanın kəskin sıçrayışları gözlərin mikrodamarlarını zədələyir. Onları qədərində yemək məsləhət görülür. Həkimlər həmçinin xatırladır ki, sağlam giləmeyvələr belə həddindən artıq qəbul edildikdə torlu qişada allergik reaksiyalara səbəb ola bilər. Optimal doza gündə 100-150 qram təşkil edir. Hər hansı bir sağlamlıq problemi yarandıqda isə həkimə müraciət etmək tövsiyə olunur. El arasında bu corablara mokasin corabları deyirik və onları əksəriyyətimiz istifadə edirik. Həm xanımlar, həm də bəylər. Lakin bilirsinizmi, nə qədər ziyanı var imiş? Dırnaqlar və daban sıxılır bu corabları ayaqda saxlamaq üçün. Nəticədə nə olur? Həkimlər deyəcək. Mokasin corabları geyinmək ayaq sağlamlığınız üçün təhlükəlidir. Dəbə çevrilmiş idman ayaqqabılarından görünməyən mokasin adlanan corabların sağlamlığa ciddi zərər vurduğu ortaya çıxıb. Mütəxəssislər xəbərdarlıq edir. Bu tip corablar ayaq quruluşunda deformasiya yaradır. Bu corablar barmaq ucuna və daban hissəsinə geyilir. Bu isə o deməkdir ki, corablar ayaqda durmaq üçün barmaqlar və daban nahiyəsində gərginlik yaradır. Nəticədə isə ayaq barmaqlarında və formasında dəyişiklik, yəni deformasiya olur. Mütəxəssislər corab seçərkən təbii parçalardan hazırlanmış, dabanın üstünü örtən uzunluqda modellərə üstünlük verməyə məsləhət görür. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.